Mənim əlimdə baxın Əl-Mütəhəvvilun deyilən bir kitabdır. Bu təxminən 20 il bundan qabaq çap olub Ərəbistanda. Müəllifi Hişam Ali Qətid və məndə bunun 5 cildi var ki, bu da 5-ci cilddir. Burada onlarla, yəni 100 neçə nəfər əhl-i sünnət alimləri, müctehidləri, ondan sonra İslam şünasları, İslamın uğrunda çalışan insanların Qədir hədisini oxuyub, iman gətirib, təhqiq eləyib, Şiə məzhəbini qəbul etməsi neçənci ildə, neçə yaşında qəbul etməsi şəkilləri ilə belə qeyd olunmuşdur. Yəni 5 cildlik bu kitabda hamısı burada şəkli ilə qeyd olunubdur ki, bu kimdir, neçənci ildə doğulub, dünyaya gəlibdir və nəyə görə Şiə olub və səbəbləri də qeyd olunubdur ki, nəyə görə onlar əhl-i sünnədən dönüb Şiə məzhəbini qəbul ediblər. Yüzlərlədir. 5 cildin hamısı həmin məsələdən danışır. Yəni görün, elə belə sadə insanlar deyil. Onların içində müəllimlər də var, həmçinin mühəndislər var, doktorlar var. Hər kəs istəsə gedib axtar tapıb oxuya bilər. Yəni Qədir Xum məsələsini təhqiq eləmək, insana Əhl-i Beytin haqq yoluna gətirmək, insanın haqqı axtarmaq yolunda boynunda olan bir ilahi vəzifədir. Sabahlarım qiyamət günü sənə sual olunacaq ki, nəyə görə haqqı axtarmadın? Eşitdin, amma haqqı axtarmadın.